fotosuna baxın, necə əsəbi. Bu kişini bəzən mən belə izləyirəm də, belə əsəbi olanda. Amma səmimi olan vaxtları, məqamları da olur. Oxuyur, oynayır, maraqlı rəqsləri var. Bir ölkəyə getmişdi. Rəqqaslarla bir də rəqs etdi. Artıq sizə neft də, pul da sizdə. Artıq sizə neft də, pul da yoxdur, Trump deyib. Amerikan prezidenti Donald Trump növbəti dəfə Kubanı təhdid etməyə başlayıb. Təbii ki, istinad edirəm konkret nöqtəyə. O da Qafqaz İnfoya istinadən xəbər verir ki, bu barədə o təbii ki, sosial şəbəkələrdən paylaşım edib götürüb. Kuba uzun illər Venezueladan gələn külli miqdarda neft və pul sayəsində yaşayıb. Bunun müqabilində son 2 Venezuela diktatorunun təhlükəsizlik xidməti göstərib, amma artıq bu bitdi. Venezuelanı qorumaq üçün indi dünyanın ən güclü ordusu olan Amerika var, ABŞ var. Biz onu qoruyacağıq. Kuba üçün artıq nə neft var, nə də pul. Çox gec olmamış reallığa gəlməyi məsləhət görürəm deyə Trump qeyd edib. Artıq sizə neft də yoxdur, pul da yoxdur, Trump söyləyib. Hədədir. Məncə neft yoxdursa, pul yoxdursa, demək o ölkə necə yaşaya bilər? İstər siyasətdə, istər iqtisadiyyatda daima pul böyük önəm olur.